Çox vaxt qaraciyərin nə qədər önəmli orqan olduğunu yalnız problem yarananda xatırlayırıq. Halbuki gündəlik qidalanma ilə onu qoruya bilərik. Bu videoda qaraciyərə faydalı 10 qidadan danışacağam. Sarıkök qaraciyər sağlamlığını dəstəkləyən ən güclü təbii vasitələrdən biridir. Onun tərkibindəki maddə iltihab əleyhinə və antioksidant təsiri ilə seçilir. Qaraciyər hüceyrələrini zədələyən sərbəst radikalların qarşısını alır, eyni zamanda hüceyrələrin bərpasına və yenilənməsinə kömək edir. Sarıkök həmçinin öd ifrazını stimullaşdıraraq həzm prosesini tənzimləyir. Bu da dolayısıyla qaraciyərin yükünü azaldır. Məhz bu səbəbdən sarıkök qaraciyərin detoks funksiyasını gücləndirən təbii qida kimi qəbul edilir. Gündəlik olaraq yeməklərə toz şəklində əlavə edilə bilər və ya ilıq su ilə limonla birlikdə içilərək daha təsirli nəticə əldə oluna bilər. Davamlı istifadə orqanizmin təmizlənmə sistemini aktiv saxlayır və qaraciyərin funksional gücünü qoruyur. Sarımsaq qaraciyəri təmizləmək və onu qorumaq üçün ən effektiv təbii qidalardan biridir. Onun tərkibindəki allisin və selenium maddələri qaraciyərdə detoksifikasiya proseslərini aktivləşdirir və zərərli maddələrin orqanizmdən daha sürətli çıxarılmasına şərait yaradır. Sarımsaq həmçinin antioksidant və antibakterial təsiri ilə qaraciyər hüceyrələrini toksinlərə qarşı müdafiə edir. Gündəlik istehlakı xolesterin səviyyəsini tənzimlənməsinə, qan dövranının yaxşılaşdırılmasına və ümumilikdə bədənin immun müdafiəsinin möhkəmlənməsinə kömək edir. Sarımsağı çiy şəkildə acıqarına istifadə etmək və ya yeməklərə əlavə etmək onun faydasını maksimuma çatdırır. Qaraciyərin funksional sağlamlığını qorumaq üçün bu sadə, lakin güclü qidanı gündəlik rasiona daxil etmək faydalıdır. Yaşıl çay tərkibindəki güclü antioksidantlar sayəsində qaraciyərin təmizlənməsinə və yenilənməsinə əhəmiyyətli dərəcədə töhfə verir. Bu maddələr qaraciyər hüceyrələrini sərbəst radikalların zədələyici təsirindən qoruyur və iltihab proseslərinin qarşısını alır. Yaşıl çay eyni zamanda yağların parçalanmasını sürətləndirərək qaraciyərin artıq yağ yükündən azad olmasına yardım edir. Müntəzəm şəkildə yaşıl çay içmək qaraciyərin ferment balansını qoruyur, həzm sisteminə dəstək verir və detoks mexanizmlərini gücləndirir. Səhərlər və ya günorta saatlarında şəkərsiz və təbii formada qəbul edildikdə yaşıl çay həm enerji verir, həm də qaraciyəri dinc saxlayan təbii qoruyucu rolunu oynayır. Limon qaraciyərin ferment istehsalını stimullaşdırır və detoksifikasiya mexanizmlərini aktivləşdirir. Limon suyu eyni zamanda turşu qələvi balansını tənzimləyərək orqanizmdəki toksinlərin sidik və öd vasitəsilə bədəndən çıxarılmasına kömək edir. Səhər acıqarnına bir stəkan ilıq limonlu su içmək qaraciyərin fəaliyyətini aktivləşdirir, bağırsaqların hərəkətini yaxşılaşdırır və gün ərzində bədənin təmiz qalmasına şərait yaradır. Limon həmçinin yağların parçalanması və öd axınının normallaşması baxımından da qaraciyər üçün dəyərli bir dəstəkdir. Avokado qaraciyərin qorunması və təmizlənməsi baxımından olduqca faydalı bir qidadır. Tərkibindəki glutatiyan, sağlam yağlar və E vitamini sayəsində qaraciyərdə toplanan toksinlərin parçalanmasını asanlaşdırır. Həmçinin orqanizmdə iltihabı azaldan və hüceyrələri yeniləyən təsirə malikdir. Mütəmadi istifadə edildikdə qaraciyər funksiyalarını dəstəkləyir, yağlanma riskini azaldır və detoks prosesini daha effektiv hala gətirir. Səhər yeməyinə və ya salatlara əlavə olunması həm dad baxımından zənginlik yaradır, həm də qaraciyərin təbii şəkildə təmizlənməsini dəstəkləyir. Brokoli, gül kələmi və kələm kimi çarpayı yarpaq tərəvəzlər qaraciyərin detoks prosesini sürətləndirən ən faydalı qidalardan hesab olunur. Xüsusilə bu tərəvəzlər buxarda bişirilərək istehlak edildikdə həm ləzzətini, həm də qidalandırıcı təsirini qoruyur. Müntəzəm şəkildə qidalanma rasionuna daxil edildikdə qaraciyərin funksional sağlamlığını gücləndirir və təbii təmizlənmə mexanizmini dəstəkləyir. Çuğundur qaraciyəri təmizləyən ən təsirli bitki mənşəli qidalardandır. Tərkibindəki maddələr qaraciyər hüceyrələrinin yenilənməsinə və yağların parçalanmasına yardım edir. Çuğundur eyni zamanda öd axışını tənzimləyərək qaraciyərin həzmlə bağlı funksiyalarını gücləndirir. Çiy halda salat şəklində, sıxılmış şirə formasında və ya buxarda bişmiş şəkildə istehlak edildikdə qaraciyərin təmizlənməsi prosesinə təbii dəstək verir. Gündəlik rasiona əlavə olunması qaraciyərin funksional yükünü azaldır və bədəndə toksinlərin yığılmasının qarşısını alır.
Zəncəfil təkcə soyuq dəymə və həzm problemlərində deyil, qaraciyərin təmizlənməsi prosesində də mühüm rol oynayan güclü bitki mənşəli vasitədir. Onun tərkibindəki maddələr iltihab əleyhinə təsir göstərir və qaraciyər hüceyrələrini oksidativ stressdən qoruyur. Zəncəfil eyni zamanda qan dövranını sürətləndirir, bədəndə metabolik fəaliyyəti artırır və toksinlərin qaraciyərdən atılmasını təşviq edir. İstər təzə halda, istərsə də çay kimi dəmlənərək qəbul edildikdə qaraciyərin işini yüngülləşdirir və detoks funksiyasını gücləndirir. Gündəlik qida rasionuna az miqdarda əlavə olunan zəncəfil uzunmüddətli dövrdə qaraciyərin funksiyasını yaxşılaşdırır və bədənin təbii şəkildə təmizlənməsini dəstəkləyir. Zeytun yağı qaraciyərin sağlamlığını qoruyan və təmizləyici funksiyalarını gücləndirən ən faydalı təbii yağlardan biridir. Onun tərkibindəki antioksidantlar, xüsusilə də E vitamini və oleik turşusu hüceyrə zədələnmələrinin qarşısını alır və iltihab əleyhinə təsir göstərir. Zeytun yağı həmçinin qaraciyərin öd istehsalını tənzimlənməsinə, yağların daha rahat parçalanmasına və həzm prosesinin yüngülləşməsinə kömək edir. Gün ərzində az miqdarda, xüsusilə salatlara əlavə edilərək və ya səhərlər ac qarına qəbul olunduqda qaraciyəri yormadan təmizlənmə funksiyasını dəstəkləyir. Bəs qaraciyərin təmiz qalması üçün gündəlik nələr edə bilərik? Hər gün mütləq su içməlisən. Kifayət qədər su içmək qaraciyərin təmizləyici funksiyalarını sürətli və effektiv şəkildə yerinə yetirməsi üçün əsas rol oynayır. Su toksinləri bədəndən çıxararaq qaraciyərin yükünü azaldır və orqanizmin maye balansını qoruyur. Gün ərzində 6-8 stəkan su qəbul etmək qaraciyər hüceyrələrinin yenilənməsini aktivləşdirir. Xüsusilə səhərlər ac qarına içilən 1 stəkan ilıq su detoks prosesini təbii şəkildə stimullaşdırır. Bu vərdiş həm qaraciyərin, həm də ümumi bədən sağlamlığının qorunmasında mühüm rol oynayır. Qidalanma rasionuna təbii məhsullar əlavə et. Təbii və balanslı qidalanma qaraciyərin özünü bərpa etmə qabiliyyətini gücləndirir və onun detoks funksiyasını dəstəkləyir. Təzə meyvə və tərəvəzlər, tam taxıllar, bitki mənşəli yağlar və antioksidantlarla zəngin qidalar qaraciyər üçün ən faydalı seçimlərdir. Eyni zamanda emal olunmuş, şəkərli və trans yağlarla zəngin məhsulların rasiondan çıxarılması qaraciyərin toksinləri parçalama funksiyasını daha effektiv edir. Bu yanaşma uzunmüddətli qaraciyər sağlamlığının qorunmasında mühüm yer tutur. Fiziki aktivlik və stressin idarə olunması qaraciyər sağlamlığını qorumağın ayrılmaz hissəsidir. Müntəzəm hərəkət, məsələn, gəzinti və yüngül idman qaraciyərdə yağ yığılmasının qarşısını alır, maddələr mübadiləsini sürətləndirir və iltihab riskini azaldır. Eyni zamanda xroniki stres hormon balansını pozur və bu da dolayısıyla qaraciyərin funksiyalarını zəiflədir. Meditasiya, dərin nəfəs məşqləri və təmiz havada istirahət qaraciyərin sabit və sağlam fəaliyyətini dəstəkləyən sadə, amma güclü təbii üsullardandır. Bəs siz qaraciyərinizi necə qoruyursunuz? Fikirlərinizi mütləq rəy bölməsində yazın.